İndi keçək sonuncu həsiri basma dolan gəlmə. Buyurun. Dolayı gəl, dolayı, həsiri basma dolan gəl. Süpürmüşəm sarayı, həsiri basma dolan gəl. Qurtarmağa az qalıb, gözlərəm tazayı, həsiri basma dolan gəl, dolan gəl, dolan gəl. Burada çox ustalıqla var həsir, var həsir. Həsir etmək. Həsir zamandır. Həsir isə palazdır. Burada həsir yox, həsir olunmalıdır. Dolan gəl, yəni ildə bir dəfə. Şeytana daş atmaq üçün gəl, hacılıqdır bu. Süpürmüşəm sarayı, bütpərəstlər gedib. Artıq İbrahim qalibdir. Dolayı gəl, dolayı. Burada çox maraqlı bir verdir ki, gəl saçını hörüm mən, həsiri basma dolan gəl. Günəş şərəti 72 nurdur bu. Zərdüştlər o vaxt qədim dövrdə, yəni İbrahim dövründə bel kəmərləri bağlayırdılar 72 sapdan, ağ-qara sapdan. 72 nurdur burada verilir. Avestada var. Deyir ki, yovum gəl. Yovum, indi açaq yovmu. Alil dönüm. Lüğətdə otur, alil dönüm. Yovmiyə, gündəlik bir günlük, yəni şeytana daş atmaq üçün gəl. Gündəlik bir gün. Yovmi, gündəlik bir gün. Yovmi hesab qiyamət gününə üzə ağ getmək üçün bura gəl. Ona yerdə o ziyarət, burada Bəqərə 128-də İsmail deyir ki, Rəbbim, bizə qurbangahlar yeri təyin elə. Qurbangahlar hardadır o dövrdə? Həmin bizim xanəgahlardır. Başlayır Pir Hüseyin xanəgahı Hacıqabuldan, qutarır Baba dağında. Şirvanın bütün bölgələrində xanəgahlar var. Pir Hüseyin xanəgahı Hacıqabuldadır. Gəlirsən Mərəcədə ikisi var. Demək, Sof Novruz xanəgahı. Oradan gəlirsən Pir xanəgah. Yəni Pirxanəgah, xənəgə deyirlər, Pirxanəgah. İsmailidə, Xaçmazda, Qubada, düz Baba dağına qədər. Sonuncu qurbangah Baba dağı. Bəqərə 128. Bu budur.